Benim buradan sözüm Daxili İşlər Naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidməti Əli Nağıyevədir. Bəsdir gidiz yatdınız. Bu TikTok'daki bu narkomanları indi video qoyacağım, baxın. Özün sevəsən, biri də var ki, sevib nifrət eləyib, nifrətin sevgiyə dönüşən, yəni elə bir şey. Bu insanın gözləri axırı axır. Fakt bu sevgimdə. insan narkomandır. Mən bilirəm sevgi nədir. Belə Mən narkomanları onları ona görə, sosial şəbəkəyə Allah buraxıb, olana görə görürsünüz, kəsik. zaman gençlərimizi pozmuyor. Hə, yəni Başqa ölkələrdəki kimi danışma, sosial mən şəbəkələrdə sən uşaqlara və sən gənclərə nədir, sən mən örnək də verəsi bir mən də insanam, videolar, mən də- bir canlı mən də yayımlardan sevə mən də açsınlar, xoşbəxt olmaq bəhrələnsinlər. Beləsinə pozğun qadınları, pozğunları cəmiyyətin içinə buraxmayın. Ayıbdır. Öz evinizin içi pozunxanadır, ay Vilayət Eyvazov. Millətin evin içini pozunxana eləməyin. Qeyrətiniz, namusunuz olsun, vicdanınız olsun. Yəqin ki bir tədbir görərsiniz belələr.